Salam əziz şagirdlər və abituriyentlər. Çoxsaylı istəkləri nəzərə alaraq artıq mən də buradayam. Bu video mənim YouTube platformunda ilk izah videomdur. Əgər izahım sizin üçün aydın olarsa, videonu izlədikdən sonra rəylərdə fikrinizi bildirməyi unutmayın. İzaha keçmədən öncə çox qısa məlumatlandıracağam sizi. Hal-hazırda 9 və 11-ci sinif sınaq qruplarıma qeydiyyat davam edir. Sınaq qruplarımız üçün aylıq ödəniş cəmi 20 manat təşkil edir. Sınaq qruplarında sırf real buraxılış imtahanları, buraxılış imtahanına düşmə ehtimalı olan sual tipləri üzərində işləyirik. Instagram və TikTokda məni izləyirsinizsə, yəqin ki, əl yazma qeydlərimi artıq bilirsiniz. Həmin əl yazma qeydlərim də sınaq qruplarına göndərilir. Daha ətraflı məlumat və qeydiyyat üçün burada qeyd etdiyim nömrəyə ad, soyad, oxuduğunuz sinifi yazın, sizi qruplara əlavə edək. İndi isə izahımıza keçə bilərik. Keçək izahımıza ilk sualdan başlayaq. Baxaq birinci suala. İnşallah sualın şərtini oxuyaq. Oturacağı AC olan bərabər yanlı ABC üçbucağı. Üçbucağı çəkək. Oturacağı AC olduğu üçün təpə bucağı B olacaq. A bucağından çıxan AD şüası. Uşaqlar, buradan bir AD şüası çəkək. AD şüası A bucağını 16 və 34 olan iki bucağa ayırır. 16 və 34 dərəcə olan iki bucağa ayırır. A bucağı onda neçə dərəcə olacaq uşaqlar? 50 olacaq, düzdür? 16 və 34-ün cəmi. Mən deyirəm ki, A bucağı 50 dərəcədirsə, C bucağı da 50 dərəcədir. Çünki üç bucaq bərabər yanlı üç bucaqdır. Oturacağı bitişik olan bucaqlar bərabər olmalıdır. Bura hər hansı bir alfa bucağı yazıram. Üç bucağın daxil bucaqları 180 dərəcədir uşaqlar. Daxil bucaqlarının cəmi 180 dərəcədir. Ona görə alfa plus 50 plus 50 bərabərdir 180 dərəcə. 50 ilə 50-ni topladıq. Alfa plus 100. Alfanı tapmaq üçün 180-dən 100-ü çıxdıq. Alfa bərabərdir 80 dərəcə. Yekun cavabımız D variantı. Burada iki qaydanı bilməliyik uşaqlar. Birinci qayda, bərabər yanlı üç bucaqda oturacağı bitişik bucaqlar bərabərdir. İkinci qayda, üç bucağın daxil bucaqlarının cəmi 180 dərəcədir. İndi baxaq ikinci suala. Natural ədədlər bölməsinə aid sadə bir sual. Sualın şərtini yazaq. Əbob 40-50. Uşaqlar, siz istəsəniz 40 və 50-ni sadə vuruqlarına ayırıb ortaq olan vuruqlarının hasilini tapa bilərsiniz. Mən sizə daha sadə bir yol deyəcəm. Uşaqlar, 40-ı 4 vur 10 olaraq yaza bilərik. 50-ni 5 ilə 10-un hasili olaraq yaza bilərik. Hər ikisində ortaq 10 vuruğu var. Ortaq vuruq kimi düşünüb qarşıda yazıram. 10 vur, əbob, 4, 5. Uşaqlar, 4 və 5 qarşılıqlı sadə ədədlərdir. Çünki 4 və 5-in ortaq bölündüyü birdən başqa heç bir ədəd yoxdur. Qarşılıqlı sadə ədədlərin əbobu 1-ə bərabərdir. Uşaqlar, yadınızda qalsın. Əköbü hasilinə bərabərdir, əbobu isə 1-ə bərabərdir. Ona görə əbob 4-5-in yerinə gönül rahatlığı ilə 1 yaza bilərsiniz. Onu vurdunuz, 1-ə 10 alındı. Yekun cavabımız D variantı. İndi baxıram üçüncü suala. Uşaqlar, üçüncü sualda variantlarda səhv var. Yəni doğru cavab variantlarda yoxdur. Bura mən ayrıca qeyd etmişəm. İndi gəlin üçüncü sualın şəklini götürək. Şəklimizi götürdük. İndi baxaq şərtimizə. Uşaqlar, DF BG-yə paraleldir. DY şüası SDF bucağının tənböləni. Uşaqlar, əgər DY şüası, yəni bu, əgər tənböləndirsə, bu bucağın tənbölənidirsə, onda bucağı yarı bölməlidir. Tənbölən çıxdığı bucağı yarı bölür uşaqlar, ən sadə şəkildə desəm sizə. Deməli, bu bucaq bucağa bərabərdir. FDY bucağı 70 dərəcə verilib. FDY, yəni bu bucaq. Bu bucaq 70 dərəcədir. Onda burada 70 dərəcə yaza bilərəmmi? Tənbölən olduğu üçün bərabər oldu. İndi burada, uşaqlar, bu bucaq, bu tərəfin buna, bu düz xəttə paralel olduğunu bilirik. Bu da kəsən düz xəttdir. Onda bu bucaqla, bu 70 dərəcəli bucaqla, buradakı bucaq daxili çarpaz bucaqlar olur. Əgər bunu görmək sizin üçün çətindirsə, baxın, əgər Z hərfini görürsünüzsə, burada çarpaz bucaqlar var uşaqlar və çarpaz bucaqların dərəcə ölçüsü bərabərdir. Bura 70 dərəcə olduğu üçün burada 70 dərəcədir. İndi baxırsınız, bu rənglədiyim hissəyə uşaqlar. Baxın buna. Burada hal-hazırda 3 bucaq görürsünüzmü? 3 bucaqdır. 70 dərəcə, 70 dərəcə. İlk sualda da tətbiq etdik bu qaydanı. 3 bucağın daxili bucaqlarının cəmi 180 dərəcədir. Alfa plus 70 plus 70
bərabərdir 180 dərəcə. Alfa plus 140 bərabərdir 180 dərəcə. Alfanı tapmaq üçün 180-dən 140-ı çıxdınız. Alfa bərabərdir 40 dərəcə. Uşaqlar, bizdən soruşulan bucağı da budur. DSY bucağı, yəni alfa. Yekun cavabımız 40-dır. Variantlarda yoxdur, amma yekun cavabımız 40 olacaq. İndi baxıram 4-cü suala. Uşaqlar, 4-cü sual sadə bir tənlik. 15x bərabərdir 6x plus 36. Uşaqlar, yadınızda qalsın ki, əgər bir hədd, bir dəyişən bərabərliyin sağ tərəfində müsbətdirsə, bunu sol tərəfə gətirirsinizsə mənfi olur. Və ya sol tərəfdə müsbət bir ədəddir, müsbət bir dəyişəndir. Bunu sağ tərəfə atırsınızsa mənfi olur. Yəni soldan sağa, sağdan sola keçirsə işarə dəyişir. Müsbətsə mənfi olur, mənfidirsə müsbət olur. Ona görə 15x çıx 6x yazdım. Çünki bərabərin sağında idi. İndi bərabərin solundadır. Mənfi 6x oldu. Bərabərdir 36. 15x-dən 6x-ə çıxdınız. Namməlum vuruğu tapmaq üçün hasili məlum vuruğa bölürəm. X bərabərdir 4-ə. Yekun cavabımız 4-dür. Y variantı. İndi baxaq 5-ci suala. Kater məsələləri. Uşaqlar, sualın şərtini oxuyaq. Kater çayın axın istiqamətində. Uşaqlar, axın ilə və axına qarşı. Axın ilə olanda kater ilə çayın sürəti uşaqlar toplanmalıdır. Bax, düşünün ki, siz bu istiqamətdə gedirsiniz və külək də bu istiqamətdə gəlir. Onda bizim sürətimiz artır, düzdürmü? Amma külək sizin üzünüzə doğru, yəni qarşıdan gələndə, bizim əks istiqamətimizdə gələndə, təbii ki, bizim sürətimiz yavaşlayacaq, düzdür? Ona görə axın istiqamətində deyəndə sürətlər toplanır. A katerin sürəti olsun, B də çayın sürəti olsun, toplayacağım. Olacaq 20,8. Axına qarşı 16,2 olduğu üçün A'dan B-ni çıxacağım, yazacağım 16,2. İndi bunu həll edək. Bizdən çayın axma sürəti soruşulur uşaqlar, yəni B. Bizdən soruşulan B-dir. B soruşulursa, A-ları buradan silmək lazımdır, düzdürmü? A-ları silmək üçün tərəf-tərəfə çıxmalıyam. Tərəf-tərəfə çıxanda B çıx mənfi B bərabərdir. 20,8-dən çıxıram 16,2-ni. Tərəf-tərəfə çıxanda uşaqlar A-lar gedəcək, düzdür? A-dan A-na çıxanda 0 qalacaq. Ona görə B çıx mənfi B qaldı. Sağ tərəfləri də 1 çıxdım. 2 mənfi yanaşı gələndə müsbət olur. 20,8-dən 16,2-ni çıxırsınız. 4,6. 2B bərabərdir 4,6. Naməlum vuruğu tapanda hasili məlum vuruğa bölürsünüz. B bərabərdir 2,3. Uşaqlar, yekun cavabımız 2,3-dür. B variantı. İndi baxaq növbəti suala. 6-cı sual. Baxaq 6-cı suala. Uşaqlar, 6-cı sualın şərtini oxuyaq. Tərəfi 6 olan kvadratın sahəsi. Tərəfi 30 olan kvadratın sahəsindən neçə dəfə böyükdür? Burada bilməlisiniz kvadratın sahə düsturunu. 2 dənə kvadrat çəkirəm. Biri bu kvadrat olsun, biri də bu kvadrat olsun. Bunun tərəfi 6 olsun uşaqlar. Bilirsiniz ki, kvadratın bütün tərəfləri bərabərdir. Bunun tərəfi 30 olsun. Kvadratın sahə düsturu. Uşaqlar, kvadratın sahəsi A kvadrat düsturu ilə hesablanır. Kvadratın sahəsi A kvadrat düsturu ilə hesablanır. Tərəfi 6 olan kvadratın sahəsi 6-nın kvadratı, yəni 36. Bəs tərəfi 30 olan kvadratın sahəsi 30-un kvadratı, yəni 900. Bizə lazımdır bu, yəni böyük kvadratın sahəsi. Kiçik kvadratın sahəsindən neçə dəfə böyükdür? Onda 900-ü bölərəm 36-ya. Alınacaq 25. Yekun cavabımız 25-dir. İndi baxaq növbəti sualımıza, 7-ci sual. Bərabərsizlik sualı. X böl 4 kiçikdir mənfi 4-dən. Uşaqlar, bu bərabərsizliyi ödəyən ən böyük tam qiymət soruşulur bizdən. Həmişə məxrəci itirməyə çalışın. Məxrəclə işləmək bizim üçün çətindir. 4-ə vursam 4-lər gedər, düzdür? Onda bərabərliyin digər tərəfini də vurmalıyam. 4-lər getdikdə x qalacaq. Mənfi 4-ü 4-ə vuranda mənfi 16. Əgər mənfi ədədləri qarışdırırsınızsa, uşaqlar, sizə ədəd ox üzərində təsvir edəcəm. Mənfi 16. Əgər kiçik deyirəmsə, sol tərəfi ştrixləyirik. Yadınızda qalsın ki, ədəd oxunda solda yerləşən ədəd həmişə sağda yerləşən ədəddən balacadır. 2 ilə 3-ü düşünün. 2 soldadır, düzdürmü? 2 çünki kiçik ədəddir. 3 sağdadır çünki 3 2-dən böyükdür. Mənfi ədədlərdə də həmçinin.
İndi bu aralıqda yerləşən ən böyük tam həll lazımdır bizə. Uşaqlar, -16-dan kiçik olan ən böyük ədəd -15 deyil. Abituriyentlərin ən çox qarışdırdığı hissə budur. -16-dan solda -17, -18, -19, sonsuzluq. Yəni ən böyük ədəd -17-dir uşaqlar. Yekun cavabımız A variantı. İndi baxaq 8-ci suala. Sualın şərtini yazaq. Uşaqlar, A parametrin hansı qiymətində ax plus 4y bərabərdir 11. Bu funksiyanın qrafiki 1-2 nöqtəsindən keçir. Uşaqlar, əgər 1-2 nöqtəsi verilibsə, birinci verilən həmişə x-in, ikinci verilən y-in koordinatı yadınızda qalsın. Birinci verilən x-in koordinatı olur, ikinci verilən y-in. X-in yerinə 1 yazırsınız tənlikdə. 4-ün yerinə 2 yazırsınız. Bərabərdir 11. A plus 8 bərabərdir 11. 11-dən 8-i çıxırsınız 3. Yekun cavabımız 3-dür. A variantı. İndi baxaq 9-cu suala. Deməli, müsabiqədə 50 nəfər iştirakçı var. Uşaqlar, bu ehtimal sualıdır. Ehtimalda düsturda uşaqlar, məxrəcdə mümkün halların sayı. Mümkün hallar, yəni mümkün ola biləcək bütün hallar. Burada isə əlverişli hallar. Əlverişli hallar. Düsturumuz budur. Müsabiqədə 50 nəfər iştirakçı varsa, mümkün halların sayı 50-dir. 7-yə bölünən tək ədəd. Sıra nömrəsinin 7-yə bölünən tək ədəd olması ehtimalı soruşulur bizdən. 50 nəfər iştirakçı varsa, deməli 1-dən 50-yə qədər 7-yə bölünən tək ədədləri yazmalıyam uşaqlar. 7-ni yaza bilərəm. 14-ü yazmıram çünki cütdür. 21-i yaza bilərəm. 28-i yazmıram cüt olduğu üçün. 35-i yaza bilərəm. 42-ni yazmıram. 49-u yaza bilərəm tək ədəd olduğu üçün. Uşaqlar, neçə dənə ədəd oldu? 4 ədəd. Düzdürmü? Deməli 50-də 4-dür. Variantlarımız onluq kəsirli olduğu üçün 2-yə vurursunuz surət və məxrəci. 100-də 8. O da 0. Tam 100-də 8. Yekun cavabımız C variantıdır. İndi baxaq növbəti suala. 10-cu sual. Tam səthinin sahəsi 150 olan kubun oturacağının diaqonalı. Uşaqlar, burada bilməlisiniz. Kubun tam səthinin sahəsinin düsturunu. S tam bərabərdir 6a kvadrat. Düsturumuz budur. Bu bərabər olacaq 150-yə. Buradan a kvadratını tapırsınız. 150-ni böldüğünüz 6-ya olacaq 25. A bərabərdir 5. Deməli, a-nı 5 tapdıq. Uşaqlar, kubun bilirsiniz ki, bütün üzvləri kvadratlardan ibarətdir. Tərəfi a olan kvadratın diaqonalı a kök altda 2-dir. Düzdürmü? Əgər tərəfimiz 5 oldusa, diaqonal 5 kök altda 2 olacaq. Yekun cavabımız A variantı. Baxaq 11-ci suala. Şəkli götürək uşaqlar, baxaq. Deməli, MN AC-yə paraleldir. MN 12-dir. Verilənləri yazaq uşaqlar. MN 12-dir. BS 15-dir. Bura bütün ümumi 15-dir. AC 18-dir. Bura 18-dir. BN parçasının uzunluğu. Burada yazıram X. Uşaqlar, oxşarlıqla yazacaqsınız. Baxın. Bu iki düz xətt. Bu iki düz xətt paraleldir. Bu bucaqla bu bucaq uyğun bucaqlardır uşaqlar. Uyğun bucaqlar və uyğun bucaqların dərəcə ölçüsü bərabərdir. Sizə dərsdə demişdim. Uyğun bucaqlar bir-birinə uyğundursa, deməli bərabərdir. Bu bucaqla bu bucaq bərabərdir və bu bucaq isə uşaqlar hər iki üç bucaq üçün, həm bu üç bucaq üçün, həm də böyük üç bucaq üçün ortaq bucaqdır. Yəni bu üç bucaqları oxşarlığa əsasən həll edib məchul tapa bilərik. Yəni bu üç bucaqlar kongruentdir, oxşar üç bucaqlardır. Bu üç bucaqda, kiçik üç bucaqda bir dənə xətt qoyduğum bucağın qarşısında dayanan tərəf x-dir. Düzdürmü? Yazıram x-in
Böyük üçbucaqda bir dənə xətt qoyduğum bucağın qarşısındakı tərəf 15-dir, düzdürmü? X-in 15 olan nisbəti. Balaca üçbucaqda 2 dənə xətt qoyduğum bucağın qarşısındakı tərəf 12-dir, düzdürmü? 12-nin 2 dənə xətt qoyduğumun qarşısındakı böyük üçbucaqda tərəf 18-dir. 18 olan nisbəti. Tənasüb kimi həll edin, çarpaz vurun. X vur 18 bərabərdir 15 vur 12. Uşaqlar, tapdığınız nədirsə, onun yanındakini salırsınız məxrəcə. Tapdığınızın yanındakı məxrəcə düşür. 15 vur 12. İxtisar edin, hər ikisi 6-ya bölünür. Buradakı, burada 3 qalsın, burada da 5 qaldı. 10. İlkin cavabımız 10'dur. Y variantı. İndi baxaq növbəti sualımıza. 12-ci sual. Uşaqlar, 2, 3, 5 ədədləri ilə düz mütənasib hissələrə bölünüb. Əgər düz mütənasib hissələrə bölünübsə, uşaqlar, yanına x-larla yaza bilərsiniz. 2x, 3x, 5x bərabərdir. Cəmi də 120-dir, düzdürmü? Bərabərdir, 120 yazdıq. 2, 3, 5 topladınız. 10x bərabərdir 120-yə. Naməlum vuruğu tapmaq üçün hasili məlum vuruğa böldünüz 12. X 12 olacaq. Bizdən böyük ədədi soruşur. 2x, 3x, 5x. Böyük ədəd 5x-dir, düzdürmü? Yəni 5x bərabərdir 5 vur 12 olacaq 60. Yekun cavabımız 60'dır. A variantı. İndi baxaq 13-cü suala. 13-cü sual. Uşaqlar, A çoxluğu -5-dən 4-ə, -5 daxil deyil. Onda A çoxluğunun elementləri -4, -3, -2, -1, 0, 1, 2, 3 və 4. 4'ü götürürsünüz, düzdürmü? Çünki 4 daxildir. B çoxluğunun elementlərini yazaq. 3-dən 9'a hər ikisi daxildir. 5, 6, 7, 8, 9 ədədlərimizi yazdıq. Uşaqlar, A çox B bizim bildiyimiz adi fərq anlayışıdır. Yəni A'dan çıxmalısınız B'də olan elementləri. Bax, bu B'də 3 var. Ona görə çıxıram. B'ni çıxıram A'dan. 4'ü burada görürsünüzmü? Burada da var. Onda bunu atırsan. Məsələn, bu 5'i atmaq istəyirəm A'dan. Varmı burada 5? Burada 5 yoxdur. 6 varmı? Yoxdur. Yəni qalacaq bu elementlər. Bizdən bu elementlərin cəmi soruşulur. Burada -1, 1 cəmi 0 olacaq. -2, 2 cəmi 0 olacaq. Qalacaq -4 və -3. -4 və -3'ün cəmini tapmalıyıq. -7. Yekun cavabımız -7. Əgər mənfi ədədlərin toplanması çıxılmasında zəifliyiniz varsa, uşaqlar, rəylərdə qeyd edə bilərsiniz. Onun üçün ayrıca video çəkərəm. İndi baxaq 14-cü suala. Düzbucaqlının diaqonalı verilib, uşaqlar. 2 kök altı 13. Düzbucaqlını çəkək. Düzbucaqlı. Diaqonalı 2 kök altı 13'dür. Düzbucaqlının diaqonalını çəkək. 2 kök altı 13. Bir tərəfi 4'dür, uşaqlar. Yazıram bura 4, digər tərəfinə yazıram x. Perimetrini tapmaq üçün təbii ki, tərəflərini bilməliyəm, düzdürmü? İndi baxın, burada bu hal-hazırda rənglədiyim hissədə düzbucaqlı üçbucaq yaranıbmı? Pifaqor teoremini tətbiq edək. 4 kvadrat plus x-in kvadratı katetlərin kvadratlarının cəmi bərabərdir hipotenuzun kvadratına. Bərabərdir 2 kök altda 13'ün kvadratı. 4'ün kvadratı 16 plus x-in kvadratı. Uşaqlar, 2 kök altda 13'ün kvadratını burada ayrıca yazıram. Əgər bilmirsinizsə, 2'nin kvadratını tapırsınız 4. Kök altda 13'ün kvadratı isə bu 2 bu kvadratı aparanda 13 qalır, uşaqlar. 4'ü vurursunuz 13'ə. 52. Yəni 52. X kvadrat bərabərdir. 52'dən 16'nı çıxdınız. Alınacaq 36. X bərabərdir 6'ya. Yəni bu tərəf oldu 6. Artıq perimetrini tapa bilərsinizmi? Düzbucağlının perimetri 2 vur A üstə gəl B düsturu ilə hesablanır. 2'ni vurdunuz 4 plus 6'ya.
2'ni vurdunuz 10'a 20. Yekun cavabımız 20'dir. Cavab B variantı. İndi isə baxaq növbəti sualımıza. 15-ci sual. 15. Uşaqlar 2a kvadrat çıx 4a plus 5. Bunun iki həll yolu var uşaqlar. Ya m bərabərdir mənfi b bölü 2a ilə buradan qiymətini tapıb gətirib burada yerinə yazarsınız. Ya da n bərabərdir. O düsturu da yazacağım. O düsturu əzbər bilsəniz yaxşı olar uşaqlar. Bunu necə yadda saxlayın? Diskriminantın düsturu b kvadrat çıx 4ac idi, düzdür. Burada 4ac çıx b kvadratdır. Və bu 4a-nı da yaz məxrəcə. Burada bu düsturda yerinə yazsanız bir dəfəlik cavabı tapacaqsınız. Burada yazsanız burada alacağınız qiyməti gətirib burada mütləq yerinə yazmaq lazımdır. Bu düstur daha sadədir, amma bunu mütləq bilməlisiniz. Mənfi b-nin yerində mənfi 4. 2 vur a-nın yerində isə 2 dayanıb. Uşaqlar bilirsiniz ki a kvadratın əmsalı x kvadratın əmsalı yəni a olur. X-in əmsalı b olur. Sərbəst həddə isə s olur. 2 dənə mənfi var, olacaq müsbət. 4'ü böldünüz 4'e olacaq 1. Gətirib o 1'i burada, yəni tənlikdə yerinə yazırsan. 2 vur 1'in kvadratı çıx, 4 vur 1 plus 5. 2'dən çıxdınız 4'ü mənfi 2. Üstünə 5 gəldiniz, müsbət 3. İkinci cavabımız 3'dür. Burada yazsanız uşaqlar. Birinci yol bu. Bu yolla da deyim, bu düsturla. 4 vur. A-nın qiyməti 2'dir. S-nin qiyməti 5'dir. B-nin kvadratı. Yəni mənfi 4'ün kvadratı. 4 vur A. Yəni 4 vur 2. 4 vur 2 vur 5. Olacaq 40. Çıx. Mənfi 4'ün kvadratı 16. Böl 16. Alınacaq mı? 24. Bu 4 vur 2 8 uşaqlar 16 yazmışıq. Siz imtihanda belə səhvlər etməyin. Diqqətli olun. 24'ü böldünüz 8'e. 3. İkinci cavabımız 3'dür. İndi baxaq növbəti suala. 16-cı sual. Nöqtələri yazaq uşaqlar. A 2 7. B 5 11. Bu nöqtələr arasındakı məsafənin 3 misli soruşulur. Əvvəlcə bu nöqtələr arasındakı məsafəni tapaq. Sonra 3 mislini. Uşaqlar, məsafə düsturumuz. X-ları 1 çıxırsınız. Düsturda x2 çıxaq x1'in kvadratıdır. Amma bundan bunu çıxsanız da cavab eyni alınır. Çünki kvadrat olduğu üçün. Düsturu bir dənə qeyd edim. Məsafə düsturunu. x2 minus x1'in kvadratı plus y2 minus y1'in kvadratı. Yəni uşaqlar belə yadda saxlayın. X-ları 1 çıxırsınız, y-ləri 1 çıxırsınız. Kvadrata yüksəldirsiniz. Ortada toplama var. Yəni 5 çıx 2'nin xaricdən kvadratı plus 11 çıx 7'nin xaricdən kvadratı bərabərdir. Bunu aşağı gətirək biraz. Beşdən 2'ni çıxdınız 3 kvadrata yüksəltdiniz 9. 11'dən 7'ni çıxdınız 4 kvadrata yüksəltdiniz 16. 9'dan 16'nı topladınız 25. 25'ten kök 5 çıxır. 3 misli soruşulduğu üçün 5'i vurursunuz 3'ə. 15. Yekun cavabımız 15'dir. İndi baxaq növbəti suala. 17-ci sual. Uşaqlar, 17-ci sualda x çıx y-in kvadratıdır. Düzdürmü? Bura biz tətbiq edirik. A çıx b kvadrat düsturunu. Düsturu ayrıca yazıram. A kvadrat çıx 2ab üstə gəl b kvadrat. Müxtəsər vurma düsturudur. X kvadrat minus 2xy plus y kvadrat plus 4xy yazdınız. Məxrəcdə isə hələ ki olduğu kimi saxlayaq. 2x plus 2y. Hələ ki saxladım. Burada mənfi 2xy ilə 4xy toplayacaqsınız. X kvadrat qalsın olduğu kimi alınacaq mı? Müsbət 2xy plus y kvadrat. Məxrəci yenə olduğu kimi saxlayıram hələ ki.
Uşaqlar, surət x plus y-in xaricdən kvadratı olurmu? A kvadrat plus 2ab plus b kvadrat. Məxrəcdən indi 2-ni ortaq vurub çıxarıram bu x plus y yaratmaq üçün. Hər ikisində 2 var. 2-ni ortaq vurub çıxardınız mötərizənin xaricinə. Burada x plus y ilə bu x plus y-in biri getdi. Yuxarıda çünki kvadratdır. Qalacaqmı x plus y böl 2. Qiymətlərin yerinə yazın. 0,65 plus 0,35 böl 2. 0,65 ilə 0,35'i toplayanda 1 alınır. 2-də 1. Cavablar onluq kəsirlə verildiyi üçün surət və məxrəci nəyə vururduq? Uşaqlar onluq kəsirə gətirmək üçün məxrəci 10-a gətirdik. 10-da 5, 0,10-da 5. Yekun cavabımız B variantı. Baxaq növbət sualımıza. On 8-ci sual. 18-ci sual. Uşaqlar, 18-ci sualda ifadəni vuruqlara ayırmaq lazımdır. Sualın şərtini yazım. 16x çıx 16y x kub plus x kvadrat y bərabərdir. İlk ikisindən 16-nı ortaq vuruq çıxara bilərəmmi? Hər ikisində 16 var. Çıxardıq. Qaldı mı x çıx y? Bu mənfini mən mötərizənin qarşısında yazsam uşaqlar. Buradan da x kvadratını çıxarsam, bax, burada 2 dənə x, burada 3 dənə x var, burada 2 dənədir. 2 dənəsi hər ikisi üçün ortaqdır. Və mötərizə açdımsa, burada x-in biri qalacaq və bu plus olacaq minus. Niyə? Qarşıdakı mənfiyə görə. Qarşıya mənfi atmısansa işarəni dəyişməlisən. Buradan x kvadratı çıxarmışdıq, qalmışdı y. Buradan ortaq vuruq yenidən x çıx y-i çıxara bilərəmmi? Hər ikisində var. X çıx y-i ortaq vuruq çıxarıram. Qalırmı 16 çıx x kvadrat. Buradan x çıx y-i çıxardınız 16 qaldı. Buradan x çıx y-i çıxardınız x kvadrat qalacaq. Bu da bərabərdir. Uşaqlar, x çıx y-i saxlayın olduğu kimi 16 çıx x kvadrata tətbiq edirsiniz a kvadrat çıx b kvadratın düsturunu. A kvadrat çıx b kvadrat. Bir dəfə çıxırsınız, bir dəfə toplayırsınız uşaqlar. A çıx b, a üstə gəl b-dir. Düsturumuz. 16 4-ün kvadratı olduğu üçün 16-nı 4-ün kvadratı olaraq fikirləş. Bir dəfə 4-dən x-i çıxmalısan. Bir dəfə isə 4 ilə x-i toplamalısınız. Sadəcə vuruqların yeri dəyişə bilər uşaqlar. Bilirsiniz ki, vuruqların yeri dəyişəndə hasil dəyişmir. 2 vur 5-də 10 edir. 5 vur 2-də 10 edir. Baxaq, yerini dəyişə bilərmi? Dəyişməyiblər. Cavab olacaq Y variantı. Sadəcə burada x plus 4-ün yerini dəyişə bilər. Toplananların yerini dəyişəndə cəm dəyişmir. Baxaq növbət sualımıza. 19-cu sual. Sualın şərtini yazaq. Uşaqlar, 2003x çıx 1000 bərabərdir 1003. 2003x sadə bir tənlik sualı. 1003 plus 1000 yazıram. Uşaqlar, bu bərabərliyin sol tərəfindədir 1000, düzdürmü? Bərabərliyin sağ tərəfinə keçdi. İlk suallarda bunu sizə izah etmişdim. Soldan sağa, sağdan sola keçəndə işarə dəyişir. Müsbətsə mənfi olur, mənfisə müsbət olur. 2003x bərabərdir 1003 ilə 1000-i topladınız, alınacaqmı 2003? Naməlum vuruğu tapanda hasili, yəni 2003-ü böləcəksiniz məlum vuruğa, yəni 2003-ə. Alınacaqmı 1? Yekun cavabımız 1-dir. Cavabımız A variantı. Baxaq növbət sualımıza. 20-ci sual. Məsələmizi oxuyaq. Tayfun təklikdə bir işi 8 saata, Murad ilə birlikdə isə 6 saata yerinə yetirir. Uşaqlar, Tayfun bir işi təklikdə 8 saata yerinə yetirir. Murad ilə birlikdə. Murad təklikdə neçə saata yerinə yetirir bilirikmi? Bilmirik. Amma birlikdə işi 6 saata yerinə yetirirlər. Bu tip məsələlər uşaqlar həmişə 1 saat üçün hesablanır, yadınızda qalsın. Tayfun ümumi işi 8 saat edirsə, 1 saata 8-də 1-ini edəcək. Murad ümumi x saata yerinə yetirirsə, 1 saata x-da 1 olacaq. Bərabərdir. Birlikdə dediyi üçün topladım uşaqlar. 6 saata, ümumi 6 saatdırsa 1 saata da 6-da 1 olacaq. Bunu həll edib
x-i tapacaqsınız. Bizdən soruşulan deyil x uşaqlar. Muradın təklikdə neçə saata yerinə yetirdiyi. Buna bütöv bir naməlum toplanan kimi baxın. 1 bölü x bərabərdir. 1 bölü 6 çıxaq 1 bölü 8. Cəmdən məlum toplanan çıxdınız. Ortaq məxrəcə gətirin. 24-ə gəlir hər ikisi. Bunu 4-ə, bunu 3-ə vurursunuz. 1 bölü x bərabərdir. 24-də 4 çıx 24-də 3. 1 bölü x 24-də 1. Surətlər bərabərdir. X bərabərdir 24 olmalıdır. Düzdürmü? Və ya çarpaz vurun tənasüb kimi. X bərabərdir 24. Bizdən soruşulan da buydu uşaqlar. İkinci cavabımız 24-dür. Y variantı. Sadə bir sual. Yəni həll yolunu bilsəniz sadədir. Az qaldı uşaqlar. Son 5 sualımız qalır. 25 sual olmalıdır. 21-ci sual. 9-da 7 və 9-da 4. Hansı işarə yazılmalıdır? Uşaqlar, sadəcə müqayisə edirik. 9-da 7 və 9-da 4. Məxrəcləri bərabər olan kəsirlərdir. Məxrəcləri bərabər olan kəsirləri müqayisə edərkən surəti böyük olan böyükdür. İlkin cavabımız D variantı. Baxaq 22-ci suala. 22-ci sual. A bərabərdir kök altda 26-dır. B bərabərdir kök altda 13. C kök altda 2. Bizdən A, C böl B nisbəti soruşulur. Uşaqlar, A kök altda 26-dır. C kök altda 2-dir. B isə kök altda 13-dür. Hamısının dərəcəsi eyni olduğu üçün uşaqlar bir kökün altında birləşdirə bilərəm. 26 vur 2 məxrəcdə isə 13 olacaq. 13 və 26-nı ixtisar edin. Burada 2 qalsın. Qaldı kökün altında. 2 vur 2. Buradan da 2 alınacaq. İkinci cavabımız 2-dir. Baxaq növbəti sualımıza. Uşaqlar, mən sınaq qrupunda olan şagirdlərimə həmişə deyirəm ki, burada işlətdiyim sınağı birinci, özünüz sərbəst işləyin, mənim yazdırdığıma baxmadan. Sonra izahıma baxın, özünüz işləyin. Sonra bilmədiyiniz hissələrə yenidən izahıma baxın. 25 düz qalana qədər, əzbərləyənə qədər bu sınağı işləyin. Belə olduqda nəticə olur. Çoxlu sınaq işləmək lazımdır, imtahan az qaldığı üçün. Yəni siz artıq sınaqlarla təyin eləməlisiniz ki, hansı mövzunun hansı hissəsində daha çox çətinliyiniz var və məhz o hissələr üzərində çalışmaq lazımdır. Baxın 23-cü suala. AB və AC toxunanlar üçün AB plus AC 50-dir. Uşaqlar, yadınızda qalsın ki, çevrənin xaricindən çevrəyə 2 toxunan çəkilibsə, bir nöqtədən çəkilən 2 toxunan bərabərdir. Yəni, AB və AC bərabərdir uşaqlar. Cəmi 50-dirsə, hər biri ayrı-ayrılıqda neçə olar? 25 olar. 25 ilə 25-in cəmi 50 olar, düzdür? Yəni, ikinci cavabımız 25-dir. Baxaq 24-cü suala. A bərabərdir -3. B bərabərdir 0,77. C isə 7-dir. 2,2 isə 5 modulda A, məxrəcdə isə modulda B. Uşaqlar, yerinə yazaq ifadələr. 2,2 C-nin yerinə 7 yazdıq, vur 5 modulda A. Uşaqlar, modulda -3 3-ə bərabərdir. Modul məsafə deməkdir. Mənfi olmaya nədədir? Modulda -3-dən 3 çıxacaq. Məxrəcdə isə modulda B-dir. Müsbət ədədin modulu həmin ədədin özünə bərabərdir. Yəni 0,77. İndi bunu hesablamaq lazımdır. Mən həmişə deyirəm ki, vergüllərlə işləməmək üçün vergülləri itirin. Məxrəcə 77 yazıram. Surətdə isə 22 vur, məsələn 70 vur, 5 vur 3 yazıram. Burada 2 dənə sağa gəldim, düzdür. Burada bir dənə sağa gəldim, 22 oldu. Bir dənə də sağa gəlmək lazımdır. Onu da bura 0 artırdım. İndi ixtisar edə bilərik. 22 və 77-ni ixtisar edək. Hər ikisi 11-ə bölünür. 2 qalacaq, 7 qalacaq. 7 və 70-i ixtisar edək. 10.
alınacaq. 2 vur 5, 10. 10 vur 3, 30. 30 vur 10, 300. İlkin cavabımız 300'dür. Və uşaqlar, baxaq 25-ci suala, son sualımız. Bu sınavın son sualı. Baxaq 25-ə. Uşaqlar, 25-ci sualın bir neçə həll yolu var. Sizə ən sadə həll yolunu deyəcəm indi. Y-i 4-ə böldükdə qalıqda 3 alınır. Ən kiçik rəqəmi fikirləş. Ağlına gələn istənilən bir ədəd ola bilər. 4-ə böləndə qalıqda 3 alınır. Mən 7 deyirəm. 7-ni 4-ə böləndə qalıqda 3 alınırmı? Alınır. Həmin qiyməti gətir, aşağıda verilən ifadədə yerinə yaz. Y kvadrat plus 3y plus 8-də 7-ni yerinə yaz. Alınacaq 7-nin kvadratı plus 3 vur 7 plus 8 bərabərdir. 7-nin kvadratı 49 olacaq. 3 vur 7 21 plus 8. 49 ilə 21-ni topladınız. 70 plus 8 78 olacaq. İndi 78-i mən 4-ə böləndə qalıq neçə alınacaqsa cavab odur olur. 78-i bölürəm 4-ə. 1 dəfə və 9 dəfə. 19 tam 4-də qalıqda 2 alınacaq uşaqlar. Bölüb baxa bilərsiniz. 19 tam olacaq, qalıq isə 2 qalacaq. Qalıq 2 qaldı mı? Yekun cavabımız 2-dir uşaqlar. Cavab 2 olacaq. Deməli uşaqlar, bu izahın sonuna gəldik. Bu izahı izlədikdən sonra nə etməlisiniz? Bunu yenidən yazmaq lazımdır. Mütləq. İzahı izlədikdən sonra fikirləşməyin ki, bu sualı bildim, bu sualı başa düşdüm. Sualı əgər özünüz işləməsəniz alınmayacaq. Mütləq bu sualları bir-bir, özünüz ilk sualdan son suala qədər izahıma baxmadan işləyin. Burada qeyd etdiyim bəzi düsturlar var. Həmin düsturları əgər bilmirdinizsə, ayrıca bir dəftərə qeyd edin, öyrənin. Uşaqlar, və imtahana az qalmazsa sizi qorxutmasın. Düzgün metodika ilə qısa müddətə çox çalışmaqla nəticə əldə etmək mümkündür. Sadəcə özünüzə güvənin və davam edin. Əsla dayanmayın. İnşallah növbəti videolarda görüşərik. Hər birinizə uğurlar.